Allah qəbul etsin inşallah. Allah bu mübarək günlərdə hər o şəxslər ki, Allah üçün ibadət, itaət, dualar edir, qurbanlar kəsir, fəqirləri sevindirir. Allah onların dünya axirətini abad eləsin inşallah. Bu günlərim mən başqa bir hədis vardı, onun haqqında danışacaqdım, amma mətbuatda bir şeyə baxdım, ona görə məcbur oldum dəyişəm. YouTube-da 30 vurub bir nəfər ki, əksəriyyətiniz onu tanıyır. Mən də onu bir kafir kimi tanıyıram, bir mason kimi tanıyıram və İslamın düşmənləri onu doldurur və o da istədiyi kimi Qur'anı və başqa şeyləri ağzına gələn qədər də axmaq sözlərlə, şəkillərlə yayır. Allah onu hidayət eləməsin. Bunlar bizim üçün, əlbəttə bizim cəmiyyətimiz üçün çox böyük eyibdir. Ələxüsusda bizə olunan müəyyən olar mən düşmənlərin tərəfindən dinimizin təhqiri kimi başa düşürəm və dinimizi alçatmaq, o cümlədən bizi alçatmaq və bəzən də özümdən də inciyirəm və hətta ələxüsus ruhanilərdən inciyirəm. Çünki baxıram, ruhaniyyət geyimin geyinənlərdən əksəriyyət onlara heç bir cavab vermir. Nə hünərləri çatmır, nə elmləri çatmır, nə əxlaqı çatmır, nə təqvası çatmır. İşləri gücləri ancaq dinin hesabına yaşamaq və cahil kafirlərin də qarşısında baş əymək, yaltaqlanmaq və ilaxirə. Bu hallarla da dünyasını ötüb keçirlər. Amma xoş möminlərin halına ki, ibadətində, itaətində, onların da indi özünün də boynunda haqq var, başqa məsələ. Amma vay olsun o ruhanilərin halına, vay olsun. Nədir o məsələ? Həclər həccə gedirlər və həcdə bilirsiniz ki, ilahi məkanlar var. Onlarda gərək müəyyən əməlləri eləsinlər. Eləməsələr ilahi qanunlardan xaric olarlar. Məsəl üçün belə deyək, biz namaz qılırıq, bir Allahın əmridir. Kafir məndə eyib tutar. Gör bu nədir? Əyilirsən gündə 5 dəfə təkrar edirsən, yarı əyilirsən, təzən başı səcdəyə qoyursan, qalxırsan, bir də qoyursan, qalxırsan, təkrar. Kafir üçün nə var? Kafir istədiyi kimi bu sözlərə eyib tutacaq, güləcək, lağlağa eləyəcək, təhqir eləyəcək. Onun öz işidir. Amma mənim işim nədir? Bir mömin kimi, etiqadlı bir insan kimi gərək Allahın buyurduğu qanunlarla namazımı qılam, ya orucumu tutam və ilaxirə. O cümlədən də həccə gedəndə ilahi orada bizim başa düşmədiyimiz əməllər var. Məsəl üçün belə deyək də, mən ayaq üstə belə başlayıram əlhəmi qolub Allah oxumağa. Rükuda əyilirəm, səcdə, təşəhhüd. Bunların çoxunu başa düşmürəm, mənasını demirəm. Yəni hikmətin ola bilsin başa düşmürəm, hədislərdən xəbərim yoxdur, mənə deyilməyib, başa düşmürəm. Amma ilahi eşq, ilahi əmirlərə itaət eləyirəm. Həcdə də ola bilsin ki, biz bir çoxların o həccin mənaların, hikmətin başa düşmərik. Amma ona lağlağa eləmək, təhqir eləmək artıq bu kafirin işidir, mömin işi deyil. Məsələn, həccə gedirəm, 7 dəfə təvaf eləyirəm, ilahi bir hikmətdir, əmirdir. Başımın saçını orada qırxıram, Səfa Mərvə dağında, bu bir ilahi göstərişdir. Və yaxud da gedirəm Ərafatda, gedənlər görüblər, bir çöldür, dağdır, qumsal yerdir. Allah əmr elib ki, orada dayan, baş üstə. Ərafatda bir gün qalıram, orada qalandan sonra axşam şam namazın, xiftə namazını qılıram və oradan da gəlirəm Məşərül Haram deyilən bir yerdir. Dağlıqdır, qayalıqlardır, xırda daşlardan yığıram ki, sabahlarım gedəcəm Minada şeytanı daşlayacağam. Bunlar bir ilahi göstərişlərdir, əməldir. Etiqadım bunu mənə deyib, başa düşməsəm də eləyəcəyəm. Hikmətin başa düşmürəm. Amma ola bilsin hikmətin bizə kimsə deyər, imamlardan, Peyğəmbər əleyhissalam. Bunlar hamısı hər bir dövrün özünə görə buyurulan vacibat olduğu üçün, o cümlədən İbrahim əleyhissalamın bizə olan sünnəti əməllərindəndir. Bu şeylər örgədilib insaniyyətə və bizlər üçün də fərz olub. Peyğəmbər əleyhissalam da bunları bizə başa salıb. Əl-qərəz, gördüyüm bu idi ki, həmin o kafir, həmin o Məşərül Haramı çəkir. Yəni çöllükdür, hamı ehramda. Bilirsiniz ki, ehram bir fitə kimi bağlanar. Bir ehramı da çiynivə atarsan, indi kimi belə bağlayar kimi bədən açıq olar. Axşam səhərə kimi orada qalırsan və səhər sübh namazını qılıb çıxırsan. Ola elə bir yerdir ki, insanlar yorğun da olur. Yaşlısı var, qocası var, istəyir, çöl, qumsal, çınqıl daşların üstündə yatırsan. Onu çəkib, indi qoyub YouTube-a. Adı da ilahiyyatçıdır, İslamşünasdır, mətbuat da onu çağırır, otuzdurur bizim başımızın üstündə.
bəli çəkir, nəyləri çəkir. Orada görsən ki, yorğun insanlar yatıblar. İndi birinin əynində bu fitə öz yerində. O üstdəki belə atırsan çiynivə, o yoxdur, yatıbdır. Biri orada oturubdur, biri orada oturub yatıb. Böyük səhra, minlərlə, milyon insan. Bu da çəkir bilə-bilə həmin yerləri və tənqid eləyir və təhqir də. Və kommentlərdə də yazılır. İslamdan uzaq dünyaya gələnlər yazırlar. Bura hansı plyajdır, hansı çimərlikdir və nələr yazılmır. Bunlar boş yerə deyil. Bunlar qərbin boşqab yalayanlarının. Mənə deyirlər ki, bəzən sərt danışırsan. Bunlarla əxlaqla danışmaq lazım deyil. Öz danışdıqları dildə danışmaq lazımdır. Əxlaqlı insanla insan əxlaqla danışar. Bir şəxsi sənin qabağında təkəbbürlük göstərir. Təkəbbürlük Allaha xoş gəlmir. Sən onun qarşısında qürurlu olur, məğrur ol. Ondan 5 dəfə də artıq ol. Amma təkəbbürlük yox, məğrur. Biri əxlaqsızdır, heç vaxtı İslam deyir, əxlaqsızlıq eləmə. Əxlaqla ona cavab ver. Amma bilirsən, biri şuurlu cəhətdən ki, İslamla, Allahla təhqir danışır, onun gərək az da olsa özünə layiq olan sözlərlə gərək ona sözü çatdırasan. Əvvəla Quran ayəsi bizlərə buyurur. Quranın Bəqərə surəsinin 198-ci ayəsində buyurulur ki: "Fəizə afadtum min Ərafat fəzkurullah indal məş'əril haram." Elə ki Ərafata çatdınız, Ərafatda müəyyən qeyd elədiyimiz kimi orada Ərafat duası elə oldu. İmam Hüseyn əleyhissalam orada oxuduğu dualar Allahın əmridir. Gəldin, Allah Quran-ı Kərimdə buyurur ki, elə ki Ərafatdan çıxdınız, gəldiniz hara? Gəldiniz o yerə ki indal məş'əril haram. Məş'əril haram deyilən bir yerə gəlin. Niyə? Allah buyurur ki, fəzkurullah. Məni orada zikr eləyin. Baş üstə ləbbeyk. Ərafatda idim, çöllü idi. Allah dedim, dua elə, ağla, tövbə elə, elədim. Mən sənə bəndəçilik eləyirəm. İndi mənə deyirsən ki, Minaya getməmişdən qabaq, gəl, orada bir məş'ərül haram var. Orada da məni yad elə. Da niyəsini bilmirəm də. Mənə əmr eləyirsən baş üstə. Gəlirsən orada Allahla yenə başlayırsan naz, niyaz eləməyə. Raz niyaz eləyirsən, Allahla danışırsan. Ora bir növ insan okeanını xatırladır. Baxırsan, milyonla insan ağ geyimdə, ağlayan kim, yatan kim, ibadət eləyən kim, bir növ məhşər gününü sənə anladır Allah. İstəyir ki, səni tərbiyə eləsin, sənin gələcəyini sənə göstərsin. Heç kəs yox, nə oğul, nə qız, nə vəzifə, nə taxt-tac, heç nə yoxdur. Özünsən, quru səhra gündə başına vurur. Sənə Allah istəyir ki, orada məni yad eləyəsən. Fəzkurullah, məni yaddan çıxartma, burada dayan və elə. Bunun niyəsi yoxdur ki, 17 rükət namazı niyə qılıram, niyəsi var. Rükû eləyirsən, niyəsi var. 2 dəfə səcdə eləyirsən, niyəsi var. Deyirən ki, Allah, mən 2 dəfə rükû eləmək istəyirəm, elə də 50 dəfə elə. Qəbul deyil. Yəni, etiqaddır bu. İnsanların, milyonla insan Allaha ləbbeyk deyib, Peyğəmbərlərin etdiyi sünnətə əmələ tərəf gəlməsidir və bu bir növ həccin vacibidir ki, məş'ər, şuur mənasında da qeyd ediblər. Yəni, ora elə bir yerdir ki, Allahla insanın raz, niyaz eləməsi və oradan daş yığırsan ki, gedəsən səhər İbrahim əleyhissalamın etdiyi o şeytana daş atmaq, nəfsini ayağın altına qoymaq, qurban kəsməyi, məsəl üçün cahillər nə deyə bilər? 100 dənə söz. Necə ki, bu günlərim qərbdə o sözü deyirlər, kafirlər də deyirlər ki, müsəlmanlar bu qədər qan tökürlər. Bizə deyirlər də o sözü. Milyonla orada qoyunu kəsirlər. O heyvan sevərlər cəmiyyəti var. Bizə etiraz edirlər. O heyvan sevənlər cəmiyyətinə mən özümü tutub deyirəm. 60 min müsəlman qadın kişi, 20 mini uşaq, 20 mini xanım. Qalanlar da ki, nələr hamısını bilirsiniz. Səsinizi çıxartmışsınız, bir dəfə demişsiniz, amma bir Bakı küçələrində üzr istəyirəm, bir it öləndə ya kimsə onu döyür, mətbuatda da göstərirlər. Bax, insaniyyət nə özü bugün insan olubdur, nə də ki, insani xislətlərdən dərs alıblar. Heç olmasa bir vicdanı olsun. Vicdan da olmayandan sonra o heyvan, nə fərqi var? Heyvan ondan yaxşıdır. Allah onun yaradışında müəyyən o əxlaqi heyvanın özündə bir məsələlər qoyubdur ki, onlar onu heç birini pozmurlar. O instinktlər ki, onlarda var, görsən tabidirlər ona. Amma bugün
günlərim baxırsan ki, insandır, deyir ki, qurbandır da get kasıb fəqir füqaraya payla. Güya o qurbanı mən başqa vaxt kəsə bilmərəm. 365 gündə nə qədər istəsən qurban kəs, adında qoy İsmail qurbanı. Nə fərqi var ki? Amma bu günlərim kəsirəm. Çünki bu günlərim kəsmək peyğəmbərlərin sünnətidir, Allahın istəyidir. Quran bunu buyurub. Bu gün kəsməklə 5 ay bundan qabaq kəsməkdə savab dərəcələri var. Və kəsirəm, amma niyyətim nə olmalıdır? Birinci növbədə mənim niyyətim bu olmalıdır ki, ilahi mən sənin dinini tanıyıram, sənin əmrüvə tabeyəm, halal haramı bilirəm. Bu kəsdiyim qurbanla ilahi mən zəhmət çəkmişəm, pul qazanmışam. İndi sənin yolunda xərcləyirəm. Amma şərti nədir? Halal və yetimlərin haqqını çıxartmışam bu qurbanla. Bəziləri görsən ki, gedib xərcləyər, qurban kəsər 5 dənə, 10 dənə. Yetimin, fəqirin pulunu aparıb qurbanı kəsməyə sənə kim icazə verib? O pak pul ki, xümüsü zəkatı çıxarılıb, o qurbanlar qəbuldur. Və kəsəndə təbii ki, fəqirə verərsən. Aparıb da özün yeməyin, qəssabdan ət alıb yemək kimi bir şeydir. Gərək onu fəqirlərə çatdırasan, imkansızlara çatdırasan və sevindirəsən. Və bugünkü gündə baxırsan ki, bəli, buna da bir söz qoşurlar, buna da bir söz deyirlər. Desinlər, bizim üçün onların dediyi heç bir əhəmiyyət kəsb eləmir. Bizimki etiqaddır, etiqadımıza görə bu qurbanlığı kəsirik və həmsinin məş'ərul haramda da o ki, o əməllər ki, elirlər, yatırlar, namaz qılırlar, onun da bir mənası var. İndi kimsə səhv elirsə orada onun bizə nə adiyyəti var? İslam'a nə adiyyəti var? Mən baxdım, çəkilişlərin birində başqa çəkilişlərdir. Bu dinsizin çəkilişi deyil. Özü dedi ki, mən neçə dəfə həcdə olmuşam. İstəyirsən 1000 dəfə ged orada yaşa ginan. Nə olur ki? Muaviyə də orada yaşayıb da. Kafir məlunun biridir. Benim orada yaşamaq üstünlüyü var. Mən orada baxmışam başqa çəkilişlərdə ki, həmin o məş'ərul haram deyilən yerdə ərəblər oturub kart oynayırlar. Amma ehram paltarında. Yəni əyinlərində fitə və ehram paltarı məş'ərul haram ki, Allah buyurur ki, məni yad eləyin. Amma bunlar oturublar kart paylayıb kart oynayırlar. Onun nəticəsidir ki, bu günləri Mədinə və Məkkədə qumarxanalar açıblar və haramlar açıblar. Bax nədir? Bu günlərim bu cürə eləməklə istəyirlər ki, İslamı aradan aparsınlar. Yox, vallahi müsəlman tapılmadı bir dənə Həzrət Hüseyin əleyhissalamı müdafiə eləyə. İmam Musa Kazım əleyhissalamın 3 gün mübarək cəsədi Bağdad körpüsünün altında qaldı. Bir insan tapılmadı ki, gəlib onu dəfn eləyə. Meçidlər də dolurdu namaz qılanlarla. Həmin insanlarıq. Bütün dünya küfür olsa gərək sənin imanına təsir eləməsin. Necə ki, hədisdə qeyd olunubdur ki, elə bir ki, dünyalar qədər, ins və cin sayı qədər ibadət eləmsən, yaxşılıqlar eləmsən, amma qorx Allahdan ki, onları qəbul eləməyib. Və həmsinin elə bil ki, onların etdiyi günahlar qədər günah eləmsən, ümidvar ol ki, o Allaha ki, Allah sənin günahların üstündən xət çəkib, səni bağışlayıb. Allaha gərək biz bu cürə tanıyaq. Onun dini pak və müqəddəsdir. Onun buyurduğu əməllər də pak və müqəddəsdir. Yerlər də pak və müqəddəsdir. Biz elə əməl eləməyək ki, o bəzi o axmaq kafirlər bizim əməllərimizdən çəkib istifadə edib insanlara göstərsin və desin ki, baxın İslama. Və bu gün də baxırsan ki, həmin dövrdə yaşayırıq. Bu gün insanı rüsvay eləyib, abrını aparmaq çox asan məsələdir. Çəkərsən, otuzdurarsan, o YouTube'dur, nə bilim, TikTok'dur filan. Bütün dünya baxarsan, abru aparar. Yəni, belə bir zamanədə yaşayırıq ki, bu şeylərdə həm izləməliyik, həm diqqətli olmalıyıq. Çünki bugünkü gündə əgər biz bu şeylərə diqqət eləməsək və onlara lazımı söz yazmasaq, cavab verməsək, əlbəttə bizim boynumuza bir İslamı haqqdır. Sənin haqqında biri bir söz desə, atan haqqında bir söz desə, sakit oturarsan. Çünki qeyrətin sənə imkan verməz. Durub gedərsən ona, nə bilim, nə deyərsən, nə inəyərsən. Və İslamın abırı gedəndə niyə dillənmir? Hələ xüsus dediyim ki, bu ruhanilər, adları ki, ruhanidir. Onlar dırnaq arası ruhanilərdir. Dini qeyrəti olmayan axunların arxasında namaz qılmağı məsulan bir gün Allah yanında sizin sözdə deyirəm və Qurban bayramı günü deyirəm. Onların arxasında namaz batildir. Çünki onlar dinin qeyrətini çəkmirlər. Onlar öz qeyrətlərini çəkirlər. Onların nə namazı, nə sözü, mənim yanımda heç bir onların dəyəri də yoxdur. Mən bunu məsuliyyətlə deyirəm ki, 70 yaşım var, bu gün öləcəyəm, sabah öləcəyəm. Amma bu günlərim deyirəm ki, Allah sən də şahid ol. O insanlar ki, Allahın qeyrətini çəkmir, dinin qeyrətini çəkmir, dinə olan zərbələr, böhtanlar, təhqirlərə cavab vermir, onlar
bunlar elə maviyə kimi bir şeydirlər. Ya maviyə olmalısan, ya İmam Hüseyin olmalısan, ya Əli olmalısan, ya mavi olmalısan, ya Yezid olmalısan. Başqa yolu yoxdur bu yolu. Ged özünə bir şoförlükdən, bir nə bilim injinerlikdən, həkimlikdən bir iş tap işləginə. Yeyib yatmacına dinin hesabına. Bayramda amma mən məcburam bu sözləri deyirəm. Məcburam çünki görürəm, yanıram. Elə bir dinin qeyrəti bunlara qalmayıb. Ancaq dinin pulu qalıb bunlara. Yaxşı ruhanilərimiz var, qeyrətli ruhanilərimiz var, amma təəssüf ki çox az. Biz möminlərdə də heç olmasa bir daxili aləmində bu ruhiyyə gərək möhkəm olsun. Elə hər çatan ruhaniyə ruhani deməsin. Hər həccə gəlib gələnə hacı deməsin. Hacılar var ki, gedirlər həcci ziyarət edirlər ki, nəyə xatir? Buna gəlsinlər hacı desinlər. Onların həcci hamısı batildir. Nə çox namaz qılanlar. Bunların namazları qəbuldur. Baş kəsirlər, qan tökürlər, zülüm eləyirlər, namaz qılırlar. Namaz qəbul deyil ki. Eyni zamanda həcci də bu cürədir. Gedib həcci ziyarət edir, gəlir, tamam. İslamla işi yoxdur. İslamın başına gələn oyunlarla işi yoxdur. Altın doldurub, pulları yığır, gəlib demir ki, İslamın nə dərdi var? Alıb bu 5 manatı, 3 manatı Allah yolunda. Bu günlərim dünən, bugün nə qədər insanlar ac, mənə nə qədər müraciət ediblər. Əlim boş. Versin verim. Hardadır o hacılar? Hardadır o imkanlı insanlar? Mənə yox, aparsın onlara versin. Amma mənə müraciət edirlər. Mən də deyirəm, ay xanım, ay bacım, ay anam. Versəydilər verərdim. Həmin o hacıların neçəsini tanıyıram ki, həcdən gələndən sonra meçdə də iş gəlmirlər. İndi üzürlü olandan işim yoxdur ha. Üzürlü insanlar var ki, xeyirxahdılar, gec-gec görsənirlər. Bunlar başqa məsələdir. Amma tanıdığım neçəsi var ki, həcdən gələndən sonra meçid üzü görmüyormuşam onları mən aylarla. Nə var ki, burada bir dənə yetim kimsəsiz ona nəsə bir deyər. Odur ki, lazımdır ki, artıq biz torpağın altına tərəf gedirik. Saraylara yox, torpağın altına hazırlaşın, gedirik. Girəcəyik o torpağın altına, üstümüzü torpaqlayacaqlar. Onlara mən xitab edirəm ki, bir oyansınlar. Dünya sevgisidir bunlar hamısı. Dünyadan əl çəkə bilmirlər. Vardan, dövlətdən əl çəkə bilmirlər. Artdıqca xəsislik yaranır, artdıqca imansızlıq yaranır. Elə əvvəldən elə gedirdin, o yolu gəlib niyə həcc olurdun, həccə gedirdin. Mən özümə məsul bildim, özümə Allah yanındakı bu sözləri deyəm. Sabahlarım qiyamətin günündə bir ruhani kimi mənim haqq hesabım da çox olacaq, sorğu sualım da çox olacaq. Necə ki, deyirləri Süleyman əleyhissalam gec gedəcək behişdə. Niyə? Çünki şah idi, bütün var dövlət də əlində idi, hesabatı deyəcəklər ver. Mən də bu sözümü deyirəm. Möminlər biləm ki, incimirlər. Onlara mənim həmişə iltiması duam var, özümdə dua edirəm, boynumda onların həqləri var. Heç narahatçılığım da yoxdur. Mömin olmayanların inciməsi bir 10 dəfə də artıq incisinlər, heç tüküm tərpənməz. Geçsinlər, öz qəlblərin düzəlsinlər. Mömin olanlar əksinə mənim bu sözlərimdən xoşhaldılar. Ruhları təzələnər ki, çünki bu nədir? Bir ilahi istək idi ki, ilahi istəklə mən boynumdakı haqqı əda elədim. Allah and verir izzəti cəlalına, Allah and verir Peyğəmbərə, ali Peyğəmbərə, Allah and verir özünün izzətinə, bizi dünya axirətdə izzətli müsəlmanlardan qərar versin. Pərverdigar aləm, sən özün şahidsən qiyamətdə də və bu evdə şahid olacaq və möminlər də şahid olacaq, mələklərin də şahid olacaq ki, biz sənin itaətin qarşısında, sənin sözlərin qarşısında, buyruqların qarşısında həmişə ləbbeyk deyib gücümüz çatan eləmişik və zalim kafirlərin və mənəm deyənlərin, təkəbbürlərin qarşısında susmamışıq və onlara hər halda, sözdə, ayədə, hərəkətdə, əməldə sənin istədiyin kimi olmasa da bacardığımız qədər sözümüzü demişik. İlahi, bizi dünya axirətdə lal, kar, kör olanlardan uzaq eləginən və Peyğəmbər, ali Peyğəmbər xatirinə ilahi, aciz bəndələrinlik, əlimizdən heç nə gəlmir və acizanə durmuşuq sənin qarşında ibadət, itaətlə məşğuluq. Bizim bu acizanə halımızı, bizim bu necə deyərlər, qıldığımız namazı ki, hələm bilmirik ki, nə dərəcədədir. Etdiyimiz dualar da ki, bilmirik ki, günahlarımız imkan verirmi bizim dualarımız. Amma sənin rəhmətinə ümid varıq, sənin
əzəmətinə ümidvarıq. Sənin peyğəmbərlərin bizə öyrətdiyi yola ümidvarıq ki, ilahi, bu yolu biz düz gedirik və əhl-i beytin yolunu düz gedirik. İlahi, dünya axirətdə bizi əhl-i beytin yolun gedib sabit qədəm olanlardan qərar verginən və o əzizlər ki, dünyalarını dəyişiblər, bizlərə İslamı başa salıblar, imanı başa salıblar, analarımız, atalarımız, babalarımız, onların hər nə günahı varsa ilahi, öz rəhmətinlə onları bağışla, əff eləginən və Peyğəmbər, ali Peyğəmbər xatirinə onların haqqını əda eləmək bizim imkanımız yoxdur. Amma gücümüz çatan qədər onlara dua edirik ki, onlara savab çatsın. İlahi, bizi onların haqqını əda eləməkdə yardımcı o sabit qədəm gedən möminlərdən bizləri qərar verginən. Bizi həqiqi həzi, həqiqi Kərbalayı, həqiqi Məşədi etməmiş dünyadan aparmaginən və aqibətimizi xeyirli qərar verginən. Biz möminləri bir-birimizə rauf, mehriban, can deyib can eşidən, dünya müsəlmanlarının bir-birinə rauf, mehriban olması, İmam-ı Zamanın gəlişi ilə o imamın hakimiyyətində sənin hakimiyyətin və qulluq edən şəxslərdən qərar verginən və Peyğəmbər, ali Peyğəmbər xatirinə o insanlar ki, bizdən iltimas dua ediblər və hətta eləməyiblər ki, dünyanın hər yerində möminlər ki var, onların duaların qəbul elə və müşküllərin, çətinliklərin həll eləginən və Peyğəmbər, ali Peyğəmbər xatirinə ilahi, o insanlar ki, bizdən ötəri canlarından keçiblər, vətənimizdən ötəri canlarından keçiblər, əziz şəhidlərimiz, ilahi, onları Kərbala şəhidlərindən ayrı salmaginən və qazilarımıza can sağlığı, xeyirli və itaətkar ömür bəxş eləginən və möminələri ilahi, Peyğəmbər, ali Peyğəmbər xatirinə bizlə bahəm aqibətimizi əsas budur məsələ. Həmişə dua eləyin, ilahi, bizim də aqibətimizi xeyirli qərar verginən. Dualarımızın, ibadətlərimizin qəbuluna, gələcək günlərimizin xeyirli, bərəkətli olması üçün və əzizlərimizin gələcəklərinin əhl-i beyt yolunda sabit qədəm olması üçün Peyğəmbər, ali Peyğəmbərə 3 salavat hədiyyə eləyək.